Bəli, yəni təbii ki. Əziz bilgələr, Nurani etiraz eləsə də, ikinci dərsimizin izahını çəkirik. Dərsimizin mövzusu milli partiya və təşkilatların yaranması. 20-ci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə qədər mənim xoşladığım ən gözəl dərslərdən biri bu dərsdir. Çünki öyrəniləsi mövzularımız, hadisələrimiz bu dərsin içindədir. Birinci növbədə, təbii ki, bayaq qeyd elədiyim kimi bizim əsas qayəmiz burada sizin reklamınız ola bilər. İfadələrə həmişəki kimi fikir veririk. Fikir veririk nəyə? Ki, bizdən soruşur ki, ilk təşkilat hansıydı? Deyirik ki, Müsəlman Gənclik Təşkilatı. Uşaqlar bəzən burada ifadədə orada ilk siyasi təşkilat ifadəsini göz ardı edirlər. Baxın, ilk siyasi təşkilat Müsəlman Gənclik Təşkilatı idi. İlk milli partiya isə Qeyrət Partiyası idi. Bunların arasındakı ifadələrə xahiş edirəm ki, fikir verək. Qeyrət sözünə niyə gülürsünüz? Çatmır sizdən. 1903, 1904, 1905, 1906, 1907. Fərqlidir də bala. 2 zad vardı orada. 4 yox idi orada məsələn belə şeylər. 4 yox idi orada. Savadsız. Mən yazmamışam. İndi isə qulaq asırıq əziz dostlar. Birinci Müsəlman Gənclik Təşkilatının yaradılmasından və fəaliyyətindən. Müsəlman Gənclik Təşkilatı. Əvəz yerini dəyiş. Keç şuna. Mən Allah zaten mağul aslında. Elə əlaqələm. Ben Allah mıyım? O kimin dişi kimə batdısa bala. İlk siyasi təşkilat Müsəlman Gənclər Təşkilatı idi. 1903-cü ildə yaradılmışdı. Bakıda yaradılmışdı. Məmməd Əmin Rəsulzadə yaratmışdı. Və gizli fəaliyyət göstərirdi. Bu qədər. İkinci isə Hümmət Təşkilatından danışırıq. Sonradan partiyaya çevrilir. 1904-cü ildə yaradılmışdı. Bakıda yaradılmışdı. Mövsümov və Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılmışdı. Sonra Məmməd Əmin Rəsulzadə bunlardan uzaqlaşır. Onun səbəbi olur ki, Hümmət Rusiya Sosial Demokratlar Partiyasına yaxınlıq eləyir. Yəni, Bolşeviklərin hakimiyyəti, bayaq deyirdiniz komünistlərin hakimiyyətini müdafiə elədiyi üçün Məmməd Əmin Rəsulzadə deyir ki, mən gedim. Mən yaxşı yox. Və uzaqlaşır bunlardan. İndi isə 1905-ci ildə ilk milli siyasi partiyamız olan Qeyrət Partiyasına danışırıq. Qeyrət Partiyası Gəncədə yaranmışdı. Baxın, Bakıda yaranmamışdı, Gəncədə. Rəfi Bəyov yaratmışdı. Azərbaycanın ilk partiyası idi ki, burada Rusiyanın federativ dövlət olmasını, Azərbaycana da muxtariyyət verilməsinin tələbini irəli sürmüşdü. Hansı partiya irəli sürmüşdü bunları? Hansı partiya? Qeyrət Partiyası irəli sürmüşdü. Qeyrət Partiyasının Bakıda və Şuşada özəkləri var idi. İndi birazdan deyəcəm hansılarının Şuşada yerləri var. Ona görə də siz onu da yadda saxlamalısınız, əziz Qarabağlılar. Bəli, Gəncədə yaranıbdır. 1905-ci ildə həm də İttihad, yaxud Müsəlmanlıq Partiyası yaranmışdı. Müsəlmanlıq Partiyasını Rusiya ziyalıları yaratmışlar. Bunların bir dənə ideyası var idi. Deyirdilər ki, Rusiya müsəlmanları gəlin İslam bayrağı altında birləşdirək. Yəni, müsəlmanlıq ideyası əsasında birləşdirək. Sonra isə ən xoşuma gələn hissəyə gəldim, çatdım. 1906-cı ildə Difai Partiyasının fəaliyyətindən. Difai Partiyası, indi geniş danışacağım. Difai Partiyası Bakıda yaranmışdı. Ən çoxuna diqqət edirsiniz. Difai Partiyasını yaradan Əhməd bəy Ağaoğlu Şuşalı idi. Amma partiyanın özü Bakıda yaranıb. Yəni, siz çaşdırmaq üçün deyək ki, Şuşada Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdı. Səhvdir. Bakıda yaradılmışdı. Qəzeti özü Şuşalıdır. Qəzeti İrşaddır. İrşad Elektroniks görmüsünüz. Və onun bir sıra şəhərlərdə, məsələn, Ağdamda, Şuşada, Vladikavkaz, Qars və bir sıra şəhərlərdə filialları, şöbələri var idi. Deməli, şöbəsinin olması Qeyrət Partiyasına, Difai Partiyasına oxşar xüsusiyyətdə harada? Şuşada. Bu, oxşarlıq kimi götürülür. Bunun ardınca Difai Partiyasının əsas qayəsi nə idi? Yəni, nə məqsədlə yaradılmışdı? Xüsusilə Qarabağ ərazisində
ermənilərin bizim millətə, xalqa qarşı törətdiyi milli qırğını aradan qaldırmaq üçün, xalqı müdafiə etmək üçün. Yəni, Difai Partiyası bir müdafiə təşkilatı idi, müdafiə partiyası idi. Əvvəl təşkilat olur, sonra partiyaya çevrilir. Bu partiyanın silahlı qüvvələri var idi. Həmin bayaq sizə söhbət elədim. Sabir Rüstəmxanlının Difai kitabı haqqında, Difai Partiyası haqqında bir kitabı var. O kitabda belə bir mətn var. Bəlkə bunu köhnə izahda da demişəm. Eybi yox, ziyanı yoxdur. Qəşəng məlumatdır. Bu kitabın girişində bizim Malıbəyli kəndində bir Bilal adlı oğlanın fəaliyyətindən danışır orada. Bilalın ailə üzvlərinin ermənilər tərəfindən sıxışdırılması filan, Bilalın ərazisində, torpaq sahəsində ermənilərin kilsə tikmək istəməsi və bu kimi proseslər nəticəsində Bilalı incidirlər. Və Bilal da biraz cəsarətli və ağıllı adam olur. Gedir qoşulur bu Difai Partiyasına. Və Difai Partiyası könüllü fədailər yetişdirir. Fədailərdən biri də bu Bilal olur. Həmin bayaq adını çəkdiyim Qalaşapov var idi, bizi qırırdı, o qırmağa icazə verirdi. Həmin Qalaşapovun başını əzən elə bu Bilal olur. Yəni, Difai Partiyası yalnız ermənilərlə yox, erməniləri himayə edən Rus məmurları ilə də mübarizə aparmışdır. Bu Difai Partiyası, yeni kitabda, bu hissələrdə danışdığım yeni kitabda əsasəndir. Birinci növbədə Gənc Türklər Hərəkatına kömək göndərir Osmanlıdakı. İkinci növbədə Cənub Azərbaycanda Məşrut Hərəkatına kömək göndərir. Üçüncü növbədə vacib məqam isə onların proqramında aqrar məsələnin həll edilməsi yer alırdı. Aqrar məsələ nədir? Kəndlərə torpaq verilməsi. Proqramlarına aqrar məsələnin əlavə edilməsi Difai Partiyasından müsabatının oxşar xüsusiyyətdir. Bunu da yadınızda saxlayırsınız. Testdə düşə bilər, qarşınıza çıxa bilər. Difai Partiyası da bu qədər. Və Difai Partiyasının xüsusi cerviz adı var idi. 2 dənə qılınc, ulduz. Bunların məlumat üçün deyirəm, Şeyx Zamanlı qardaşları vardı bu Difai Partiyasının. Biri səhv eləmirəmsə Məhəmməd Şeyx Zamanlı idi, biri Nağı Şeyx Zamanlı idi. Bunlar partiyanın əsas ürəyi hesab olunurdular, belə desək. Bu qardaşlardan belə bir əfsanə, həqiqətən o filmlərdə gördüyünüz hadisələr Azərbaycanda gerçəkləşmiş bir şeylərdir. Qardaşlardan birin ələ keçirilmişdir Ruslar. Hansı ki, bu qardaşların, o elə bilir ki, məsəl üçün, qardaşın adını unutmuşam, hansı olduğunu dəqiq deyə bilmirəm. Qardaşlardan möhürü biri saxlayıb. Məsələn, deyək ki, Məhəmməddədir möhür və bu Ruslarda bu nağını ələ keçiriblər. Elə biliblər ki, möhür nağırdadır. Partiyanın möhürü olmasa, heç bir sənəd təsdiqlənə bilmir və rəsmi qeydə alınmır, nəzərə alınmır. Ruslar bu qardaşlardan birini tutub və o birisi qardaş evə gələndə evdə bəzi şeylərin yolunda getmədiyini hiss eləyib və görüb ki, bu evdə problem var, gizli yaxınlaşıb evə. O Polad Alemdarın belə bir sözü var. Bilmədiyin yerə qapıdan yox, pəncərədən girməlisən. Bu da öz işin ehtiyatdan tutub və görüb ki, qardaşı içəridə əsirdir. Qardaşı bunu hiss eləyəndə qışqırıb ki, qaç, möhürü məhv elə. Və qaçıb möhürü məhv eləyib, bunun nəticəsində Ruslar möhürü ələ keçirə bilməyiblər. Yəni, təsəvvür edin ki, bunun qardaşını öldürürlər içəridə. Öldürəcəklər. Deyir, ya möhürün yerindən, ya səni öldürəcək. Yəni, bu Türk serialları kimi deyil. Yalandan vururam deyə vurmuyor. Vururlar, öldürürlər. Möhür təsdiqləmək üçün də. Qardaş qardaşından keçir. Bu bir fikir üçün. Niyə? Bugün mən bir qardaşımı itirirəm, amma mən bunun sayəsində neçə qardaş, neçə bacının canını qurtarmış oldum. Yəni, Azərbaycanda belə insanlar oldu. Və siz həmin insanların haqqında bugün oxuyursunuz, nə qədər həmin insanların adına layiq olduğunuzu özünüz müəyyənləşdirməlisiniz ki, biz bunlara layiqikmi? Özünüzə sual verməlisiniz. Belə tez cavablandırırsa, deməli, layiq deyil. Sonra isə dostlar, danışırıq 1907-ci ildə Müdafiə Təşkilatından. Müdafiə Təşkilatı Gəncədə yaradılmışdı. İbrahim Ağa Vəkilov yaratmışdı. Müdafiə Təşkilatı özünü Difai Təşkilatının partiyasının davamçısı hesab edirdi və deyir ki, biz də deyək ki, ermənilərə qarşı mübarizə aparacağıq. Azərbaycanın qərb qəzalarında fəaliyyət göstərmişdi və öz ətrafına ağıllı, savadlı adamlar yığmışdı. Vəkilov özü də savadlı adam idi. Yığmışdı ətrafına, iş göstərirdilər, fəaliyyət göstərirdilər. Bunun ardınca isə dostlar 1907, sonra gəlir 1911. 1911-ci ildə biz Müsavat Partiyasının yaradılmasına danışırıq. Müsavat Partiyası Bakıda yaradılmışdı. Abbasqulu Kazımzadə, Tağı Nağıoğlu yaxud Nağıyev, bir də Məmməd Əli Rəsulzadə. Bax, Məmməd Əmin Rəsulzadə yox, Məmməd Əli Rəsulzadə, bu başqa adamdır. Əmsi oğludur, səhv eləmirəmsə.
Nəsə Müsavat Partiyasını yaradır. 1912-ci ildə Müsavat Partiyasının proqramı qəbul olunur. 1913-cü ildə Məmməd Əmin Əsad onda çöldə idi, ölkədən xaricdə idi. 1913-cü ildə əfv elan olunur siyasi məhbuslara, sürgündə olanlara. Məmməd Əmin Əsad 13-cü ildə gəlir Müsavatın başına keçir, rəhbərlik eləyir. 1915-ci ildə Müsavatın qəzeti olan Açıq Söz qəzeti nəşrə başlayır. Bir də 1917-ci ildə Müsavatın qurultayı keçirilir. Müsavat Partiyasında nə yer almışdı? Balkan müharibəsində Osmanlılara kömək göndərilməsi üçün digər müsəlmanlar arasında bir təbliğat aparmışdı. Bu ifadə də Müsavat Partiyasına aiddir. Sonradan bu Müsavat Partiyası indi haqqında danışacağım partiya ilə birləşir, daha ağıllı iş görürlər. Azərbaycanlılardan çıxmaz iş. Biz həmişə fərdi fəaliyyət göstərməyə öyrəşmişik. Mən ona görə deyirəm ki, bizim ən ağıllı ziyalılarımız buradadır. 1917-ci ilin mart ayında Gəncədə Türk Ədəmi Mərkəziyyət Partiyası yaranır. Kim yaradır? Nəsib bəy möhtəşəm, üzdən oxuma möhtəşəm. Nəsib bəy Yusufbəyli tərəfindən yaradılır. Baxın, bu Türk Ədəmi Mərkəziyyət Partiyası özünü Qeyrət Partiyasının davamçısı hesab edirdi. Müsavatın yox ha, Qeyrət Partiyasının. Eyni zamanda bu Türk Ədəmi Mərkəziyyət Partiyası ilk dəfə Azərbaycan milləti ifadəsini siyasi məfhum kimi istifadə eləmişdi. Bu da sonra 1917-ci il iyun ayında Müsavatla birləşir. Siyasi ifadə olaraq, milləti siyasi ifadə, bu elə bir şey ki ağıllı, bunu mən sizə izah eləməyəcəm. Çünki başqa şeylərə oxşamır da bunu. Siyasi nə deyiləm, siyasi. İndi dostlar, siyasi partiya və təşkilatların yaranmasına danışdım. Bir də bizə orada 3-5 dənə şeylər var, lazım olan, onları qeyd eləməliyəm. Birinci növbədə 20-ci əsrin əvvəllərində Azərbaycan Demokratik Hərəkatının əsas aparıcı qüvvələri milli ziyalılar, bir də burjuaziya nümayəndələri idi. 20-ci əsrin əvvəllərində bizim bu burjua nümayəndələrinin və milli ziyalıların bir yerdə xeyriyyə cəmiyyətləri fəaliyyət göstərdi. 2 dənə xeyriyyə cəmiyyətimiz vardı. Biri Nicat, o birisi də Nəşr Maarif. Cəmiyyətin adı Nicatdır. Bəli, sən elə belə. Amma Haycan Nicat deyil. Sadəcə Nicatdır. Eyni zamanda bizə burada bir dənə də maraqlı tələ var. 1905-in yaz-yay aylarında Topçubaşov ərz hallar xahişnamə adlı bir sənəd yazır, göndərir URSET-ə. Deyir ki, biz bunları istəyirik, bizə zəhmət olmasa bu hüquqları verin. Və bu ərz hallar xahişnamə Azərbaycan demokratlarının ilk proqram sənədi hesab olunur. Mən eyni şey qayıdıb sizdən soruşacağım. Azərbaycan demokratlarının ilk proqram sənədi hansı sənəd idi? Siz mənə mazut konstitusiyası deməyəsiniz. Siz mənə deyəsiniz ki, ərz hallar xahişnamə. Yəni burada bir dənə sıxılıca yekunlaşma həyata keçirim axırda. Diqqət eləyəsi məqamlarınız partiyaların adları yarandığı yerlərdir. Məsələn, yarandığı yerlər Qeyrət Partiyası, Müdafiə Partiyası, Türk Ədəmi Mərkəziyyət Partiyasının oxşar xüsusiyyəti ki, Gəncədə, ay ejdahasan ha. Yaxşı. Gəncədə yaradılmışdı. Məsələn, müdafiə ilə difainin oxşar xüsusiyyətidir ki, ermənilərdən müdafiə olunmaq üçün yaradılmışdı. Bu kimi, məsələn, bu bayaq dediyimiz oxşarlıq var, Gəncədə yarananlar. Onu QMT kimi yadda saxlayırıq və arasında da sait əlavə edirik. Nə olur? Qamət. Yəni, biz qamət sözünü yadda saxlayırıq. Bunlar Gəncədə yaranmış partiya və təşkilatlar idi. Yox. Əziz bilgələr, bugün növbəti bir əfsanə dərsimizin sonuna gəldik, çatdıq. Videonu bura qədər izləmişsinizsə, canlı çıxsın videonu bəyənin, paylaşın, qoy xalq mənim kimi bir əfsanədən xəbərdar olsun. Artıq bütün ölkədə səs salmağın və təvəzzökarlıqdan imtina etməyin vaxtıdır. İtib batırıq bu ölkədə. Xahiş edirəm ki, bizi izləyən imkanlı şəxslər bizə maliyyə dəstəyi olsun. Hə, uğurlar olsun. Bizim markerimiz... Müəllim birdən baxar videoya. Dayandana bir çıxış edirəm burada. Özünüzə yaxşı baxın. Siz özünüzə yaxşı baxmasanız, onsuz da sizə heç kim baxmayacaq. Biraz yeyin için, qabaqdan da soyuqlar gəlir. Yeni il gəlir. Bu münasibətlə sizi təbrik edirəm. Oktyabr ayında, bir neçəsi oktyabırın? 21-i.
Sabah Ağbənd qəsəbəsinin azad olduğu gündür. Oktyabrın 25-də Qubadlı rayonu azad olunub. Bilmirəm, indi bu videonu paylaşanda o dövrə düşəcək yoxsa yox. Zəngilan keçdi. Nəysə, sağ olun.